Nədənsə hər kəs Azərbaycan qadınından nəsə böyük bir şey gözləyir. Gözləntidədir, bəli. Eləməlisən, baxmalısan, mənə qulluq eləməlisən, Borcundur. evdə yemək bişirməlisən. Yəni çox nadir hallarda olur ki, xanım desin ki, mən yoruldum. Gəlin sifariş eləyək və yaxud da gedək bir kafedə yeyək və evdə hamı desin ki, hə, həqiqətən də doğrudan sən yorulmusan axı, gəl Yəni gedək. anlayışla qarşılasınlar. Bəli, çox nadir hallarda elə olur. Yəni adətən olur ki, sən niyə varsan ki? Səni niyə almışam ki? Düzdürmü? Belə bir cümlələrlə də rastlaşırıq. Yəni bu o demək deyil ki, kişi pisdir, qadın yaxşıdır. Yox, əsla. Yəni biz sadəcə Belə öyrəşmişik yoxsa? biz belə görmüşük. Biz nəsə deyəndə, söz deyəndə ki, mənim istəklərim var. Mən hər hansı bir arzu, niyyətimə çatmaq istəyirəm. Mən karyeramda yüksəlmək istəyirəm. Hı hı. Birinci bizə baskı nə olur? Sən anasan axı artıq. Sən axı artıq həyat yoldaşısan. Hı hı. Sənin uşaqlardan başqa, yoldaşından başqa nə maraqlı ola bilər ki? Niyə maraqlı olsun ki sənə? Hı hı. Və artıq qadın öz gücünə, öz düşüncələrinə, öz istəklərinə pis Şübhə ilə bir şey yanaşır, kimi bəli. yanaşır və şübhə ilə yanaşır ki, mən bunu istəməklə yəqin yanlış bir hərəkət eləyirəm.